Let's Talk About Nothing qrupunun əziz üzvləri, yeni studiyamızdan hamınızı salamlayıram. Klip Viktorinamızın bugünkü buraxılışında hamınızı xoş gördük. Sabahınız xeyir olsun. Viktorinamızın formatında biraz dəyişiklik eləmişik. Stolumuzun altındakı televizorda birazdan bir klipdən bir parçaya baxacaqsınız. Tapacaqsınız oradakı klip hansıdır. Onu bəri başdan deyim ki, bu mahnını oxuyan gədə özü ingilis deyil. Amma bu mahnını elə ingiliscəni oxuyub. Özü çox belə yaxşı, qəşəng, samballı oxuyub. Ay pişik qızı pişik. Sənə 1000 dəfə demişəm ki, belə açıq baçqaskalar vermə. Cavabı o dəqiqə tapacaqlar. Ay it oğlu it. Mən də elə kömək edirəm ki, cavabı tapsınlar da. Hələ bu klipdə bir dənə qəşəng maşında var. Qapıları da belə yandan yuxarı atılır. Ay mumla danğa, bağla o ağzını, baçqaska vermə. Məni məcbur eləyirsən ki, özüm bağlayım ağzını. Canlı efirdə səndən dava eləmək istəmirəm. Amma bax o dəfə də sənə dedim, mən elə belə pişik deyiləm. Mən avtoritet pişikəm. Özü də bu qrupun bütün pişikləri mənim arxamdadır. İndi duxun çatırsa bağla ginən ağzımı. Bağla deyirsən, bağlayım da. Gizin biri giz. Sənə zarafat da eləmək olmur. Yaxşı, klipi qoy orada televizora qoy baxsınlar, tapsınlar. Hə, klipimizdən bir parça bu dəqiqə aşağıda televizorda göstərilir. Baxın, görün bu mahnı hansı gədə oxuyur, bu mahnının adı nədir? Ay, nə qəşəng olur belə fırlananda. Ay, səy hərəkətlər eləmə. Bax, bu məni ucu əsəbləşdirir. İndi tökəcəm bütün pişikləri bura, burada 100% qan çıxacaq. Yaxşısı bu da elə, verilişi burada kəsək. Siz sualın cavabını tapın. Klip hansı klipdir, kim oxuyur? Özü də bugün prizimiz yoxdur, olan qalan pulumuzu təzə studiyaya vermişik. Sağ olun, gəlin görüşlərədək.